Əgər vəkiliniz bunları edirsə, pulunuzu itirə bilərsiniz. Birinci əlamət, 100% zəmanət verir. Nəzərə alın ki, məhkəmə idman yarışması deyil. Əgər vəkiliniz sizə 100% zəmanət verirsə, ya diletantdır, ya da yalançı. İkinci əlamət, şübhəli dərəcədə ucuz işləyir. Ucuz vəkil, ucuz cərrah kimidir. Riskə getməyə hazırsınız. Üçüncü əlamət, aydın danışmır. Əgər vəkil suallarınıza dəqiq cavab vermir və ya baxarıq, bir şey fikirləşərək deyirsə, uduzma ehtimalınız yüksəkdir. Dördüncü əlamət, öz uğurlarına istinad etmir. Peşəkarlar nəticələri göstərirlər. Sadəcə mən 10 ildir vəkiləm deməklə kifayətlənmirlər. Beşinci əlamət, işinizi araşdırmadan qiymət deyir. O sizin işinizi araşdırmadan qiymət deyirsə, burada ciddi problem var. Vəkilinizdə bu əlamətlərdən biri varsa, onu yoxlamağa dəyər. Pulunuzu itirmək istəmirsinizsə, abunə olun. Əmlak bölgüsü ilə bağlı mübahisəniz varsa və etibarlı vəkil axtarırsınızsa, direktə konsultasiya yazın.